dəyərli şəhid ailələri, qazilər, millət vəkilləri, xanımlar və cənablar. Sizi 24 may tarixində Şuşa Dövlət Musiqili Dram Teatrı səhnəsində nümayiş olunacaq 7 Ruh Cənnətə tamaşasından salamlayırıq. Bugün təqdim ediləcək tamaşa sadəcə bir səhnə əsəri deyil. Bu tamaşa zamanın ayıra bilmədiyi ruhların görüşüdür. Bu tamaşa vətən uğrunda canından keçən oğulların səsini yenidən duymaq, onların arzularını, yarım qalan söhbətlərini və müqəddəs amalını hiss etmək üçündür. 7 Ruh Cənnətə tamaşası cənnətdə görüşən 7 qəhrəmanın hekayəsindən bəhs edir. Onlardan ikisi 1-ci Qarabağ müharibəsinin şəhidləri, 4-ü 44 günlük vətən müharibəsinin qəhrəmanları, biri isə lokal antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış polis əməkdaşıdır. Fərqli dövrlərdə döyüşsələr də onları bir amal birləşdirir. Vətən sevgisi. Onların adı tarixdə, ruhu isə millətin qəlbində yaşayır. Bu tamaşada təkcə müharibə yox, insan taleyi var. Ana həsrəti, yarım qalan arzular, dostluq, sədaqət və torpaq uğrunda verilən ən müqəddəs savaş var. Torpaq uğrunda ölən varsa, vətən var. Əziz qonaqlar, gəlin şəhidlərimizin əziz və müqəddəs ruhunu bir dəqiqəlik sükutla yad edir. Ruhları şad olsun. Bugün təqdim ediləcək 7 Ruh Cənnətə tamaşasının ssenari müəllifi və rejissoru Polad Ağa İbrahimov. Səhnə danışığı, səhnə hərəkəti üzrə müəllim, Azərbaycanın fəxri ziyalısı Vəsilə xanım Əhmədovadır. Tamaşanın ərsəyə gəlməsində təşkilatı dəstəyə görə Respublika Şəhid Ailələrinə Qayğı Cəmiyyəti, Sədir Müşfiq Əliyev, Xətai rayon Ağsaqqallar Şurası, Sədir Mürvət Əskərov və Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi başda rəhbər Azad Məmmədov olmaqla hər birinə təşəkkürümüzü bildiririk. İndi isə sizi böyük ehtiramla 7 Ruh Cənnətə tamaşasını izləməyə dəvət edirik. Bilirsiniz, mənim atamın iş yeri vəzifəsi qalxıb. Artıq mən müdür oğluyam. Hə, mənim də atam həkimdir. Görün nə qədər həyat xilas edir. Mən həkim qızıyam. Mənim atam müəllimdir. Savadlı cəmiyyət yetişdirir. Mən müəllim qızıyam. Hə, və siz? Mən şəhid qızıyam. Mənim atam vətəni xilas edilmək üçün döyüşə getdi. Bizim rahat yaşamağımız üçün, üzümüzün gülməyi üçün o geri qayıtmadı. Mənim atam isə deyirdi ki, qızım, mən səni həmişə qoruyacağam. Amma bütün uşaqları qorumaq üçün canını fəda verdi. Artıq mən ancaq şəkillərdə görürəm. Şəhidlərimizin ruhu şaddır. Biz onların qoruduğu vətəndə böyüyürük. Biz onların qoruduğu torpaqda böyüyürük. Onların əmanətlərini qoruyacaq. Şəhidlər ölməz, vətən bölünməz.
əgər üçbucağın iki tərəfi 3 və 4 olarsa, üçüncü tərəfi 5 olar. Deyirəm nə dəyişsə də, sənin bir riyaziyyatı alan sevgin dəyişəsi deyil də. Rövşən bacım qurban. Gəlmisən? Nə yaxşı. Otur çay sizin. Yox ay bacım, çox qalmayacaq. Hə. Harasa tələsirsən? Bir işim var. Gəlmişəm, sən nə danışım? Elə deyib qorxutma məni. Nə olur? Fəridə, sən həmişə deyirdin ki, insan həyatda öz yerini tapmalıdır. Əlbəttə, indi də deyirəm. Hərənin öz yolu var. Biri həkim olur, biri müəllim, biri bənna, biri aktyor, biri isə... Şəhid. Biri də şəhid olur. Mən yolumu tapmışam, bacı. Nə demək istəyirsən? Mən gedirəm, Hara? döyüşə. Döyüşə? Rövşən, sən nə danışırsan? Bu necə qərardır? Bu qərar yox, borcdur. Yox, sən zarafat edirsən. Elə deyil? Yox, artıq hər şey hazırdır. Sən bu qərarı nə vaxt verdin? Çoxdan. Sadəcə sənə deməyə cəsarət eləmirdim. Niyə? Axı mən sənin bacınam. Mən bilməməli idim. Bilirdim ki, mənə dayandırmaq istəyəcəksən. Əlbəttə dayandıracağam. Sən mənim qardaşımsan. Səni necə buraxım? Fəridə, sən riyaziyyat müəllimisən, düzdür? Hə. Amma bunun nə adiyyatı var hazırki məsələyə? Sən uşaqlara öyrədirsən ki, hər məsələnin bir cavabı var. O cavabı tapmaq üçünsə düz həll yolu var. Bəli. Bu gün isə vətən məsələsi var. Onun da düz həll yolu var. Yox Rəşən. Bu riyaziyyat deyil, bu həyatdır. Mən səni buraxa bilmərəm. Getmə. Xahiş edirəm, getmə. Mən də səni tək buraxmaq istəmirəm. Amma bu torpaq bizi çağırır. Sən məni necə tək buraxırsan? Mən səni tək buraxmıram. Mən sənin qürurun olam. Sən həmişə beləsən. Qərar verdinsə, dönmürsən. Yaxşı get. Amma söz ver. Qaydacaqsan. Yaxşı, söz verirəm. Söz ver, vətəni qoruyacaqsan. Gözüm üstə. Söz ver, geri çəkilməyəcəksən. Heç vaxt. Halal olsun sənə qardaş. Mən səninlə fəxr edirəm. Mən də sənin kimi bacım olduğu üçün fəxr edirəm. Rövşən. Hə? Get. Amma bunu bil ki, mən sənin yolunu öz uşaqlarıma öyrədəcəm. Onda mən heç vaxt ölmərəm. Eşq olsun igidlərə, yaşasın Azərbaycan. Gördün neynədilər? Xalqıma, insanıma güllə atdılar. Sakit ol. Otur danış görüm nə olub. Necə sakit olun? Küçələr qan içindədir. Analar ağlayır. Gənclər, ahıllar, uşaqlar, körpələr, hamısı. Bunlar başlanacaq şeylər deyil. Ax sən bilirsən ki, hamımız sarsılmışıq. Amma sən özünü itirmə. Mən özümü itirməmişim. Əksinə, mən özümü tapmışam.
Bu nə deməkdir? Bugün gördüklərimdən sonra necə susaq? Yox, yox, mən yerimdə sakit dayana bilmərəm. Sən nə eləmək istəyirsən? Bu gedişat belə davam eləyə bilməz. Aydın, məni qorxudursan. Qorxmalı olan biz deyilik. Vətəni qoruyanlar susan da qorxmaq lazımdır. İndi yox. Sən yenə nə düşünürsən? Mən düşünürəm ki, o insanlar boşu-boşuna ölmədilər. Onların qanı yerdə qalmamalı. Bunu hamımız istəyirik amma... Amma nə? Amma Aydın, sən tək nə eləyə bilərsən axı? Yox, yox. Sən düzgün düşünmürsən. Biz heç birimiz tək deyilik. Hər kəs belə desə, onda heç kim qalmayacaq ki. Aydın, açıq danış. Açıq danış görüm, nə qərar vermirsən? Qərar vermişəm ki, gedəcəm. Hara? Əlbəttə ki, döyüşə. Yox. Aydın, sən əsəbisən. Bu ani qərardır, hə? Yox, mən bu qərarı indi vermədim. Mən indi sadəcə qərarımı təsdiqləyirəm. Sən bizi düşünmürsən. Aydın, sənin 3 övladın var. Mən elə sizi düşündüyüm üçün ki, mənim 2 övladım olduğu kimi bu torpağın nə qədər fidanları var. Mən səni itirmək istəmirəm. Mən də sizi itirmək istəmirəm. Mən sizi qorumaq istəyirəm. Ancaq hər kəs başqasını gözləyir. Vətənsə gözləyə bilməz. Sən qayıtmasan mən nə edəcəm? Biz nə edəcəyik, Aydın? Mən qayıtmasam, adım qayıdacaq. Yox, mən səni buraxa bilmərəm. Əgər sən indi burada mənə icazə verməsən, mən həyatı boyu özümü bağışlaya bilmərəm. Sən artıq qərar vermisən. Bəli. Məni niyə belə sınağa çəkirsən, hə? Bu sınav deyil. Bu vətən borcudur. Yaxşı. Nə vaxt gedirsən? Hazırlıq görmüşəm. Deməli, mənimlə halallaşmağa gəlmirsən. Bəli. Mən indi necə edim? Nə edəcəm mən? Sənsiz nə edəcəm? Mənim üçün ağlama. Mənim üçün qürur duy. 2 körpə balamızı böyüt. Mən gəlməsəm belə, gələn adıma layiq böyüt. Bu yolun geri dönüşü yoxdur. Gülarə, güclü ol. Mənim gücüm sənsən. Aydın, Eşidirəm. sən qayıtmasan belə bil ki, sənin adın həmişə bu evdə yaşayacaq. Bax onda mən həmişə burada olacağam. Vətən sağ olsun. Eşq olsun igidlərə, yaşasın Azərbaycan! Ay Allah, onun yolunu açıq elə. İnşallah qayıdar. Mən onsuz nə edəcəm? Heç körpə balamızı böyütməliyəm. Heç kimə düşmən elində yaşamağı arzu eləmirəm. Hətta düşmən elində.
Sən Rövşən olmalısan elə? Bəli, sən də aydın olmalısan. Qartal aydın. Bəli. Nəhayət tanış olduq. Adını çox eşitmişəm. Mən də. Deyəsən taleyimiz bizi eyni səngərə gətirdi. Bu torpaq bizi birləşdirdi. Ailən necədir? Yoldaşım var. Gülarə. Məni yola salanda gözlərində qorxu var idi. Amma qürur da var idi. Mənim də bacım Fəridə çox çətin buraxdı məni. Onlar güclüdülər. Onlar çox güclü. Hətta mən deyərdim ki, onlar bizdən də güclü. Bəli, sənə qatırlar. Hazır ol. Geri çəkilmək yoxdur. Son nəfəsə qədər Azərbaycan. Son nəfəsə qədər Qarabağ. Rövşən. Bilirsən nə fikirləşdim? De. Əgər biz qayıtmasaq, nə olacaq? Qaydacıyıq. Amma bəlkə başqa cür. Həm igid üçün nə fərqi var? Ayaqda qayıtdı, ya tabutda. Elədir. Heç bəlkə də mənim nə işim belə qayıtmayacaq. Xoş halına qartal. O zaman bil ki, ruhun nə biləcək, nəşini də Allah öz yanına alacaq. Gör necə sevimli bəndəsən. Adımız qalacaq, bundan əmin ol. Və bu torpaq qalacaq. Əmin ol, övladlarına və bacımın şagirdlərinə. Azad olacaq. Azad olacaq. Azad olacaq. Vətən üçün. Vətən üçün. Aydın. Buradayım. Qorxmadım. Heç var. Sözümüzü tutduq. Vətəni qoruduq. Gülarə. Fəridə. Vətən sağ olsun. Vətən sağ olsun. Eşq olsun igidlərə. Yaşasın Azərbaycan. Rıfat, Bəli ata. gəlmisən oğlum. Bilirdim gələcəyini. Həm səni, həm də bugün. Hə ata. Vaxt gəlir. Çatdı. Bu torpaq necə oğullar, necə qəhrəmanlar yetişir. İndi sıra sizdədir. Narahat olma ata. İndi sıra səndədir. Narahat olma ata. Biz bu yolu yarım qoymarıq.
Söz. Ülfət, sən uşaq deyilsən. Amma mən səni çox tanıyam. Sən nə deyid olduğunu bilirəm. Qorxmadığını bilirəm. Ata, mən səndən halal qalmağa gəlmişəm, ata. Halal olsun oğlum. Sənin hər addımına halal olsun. Sənə söz verirəm, səni utandırmayacam, ata. Torpaq uğrunda gedən yol ən doğru yoldur. Sənə inanıram oğlum. Sənə inanıram. Çox sağ ol, ata. Ata! Ülfət! Get Ülfət. Vətən sizi gözləyir. Eşq olsun igidlərə, yaşasın Azərbaycan! Çok sığmadı bizde zaman, bir şehit gitti kurban, sinesiyle siper olan iki tezgah döken dayan. Ben geldim. Ana? Ana, yine ağlıyorsan? Yox ay oğlum, ağlamıram. Gözümə nəsə düşüb, onu təmizləyirəm. Ana, güya görmürəm ağlıyorsan. Elə rəftar eləyirsən, elə bir uzaq səfərə çıxıram. Əsgər gedirəm də ana. Sənin üçün demək asandır. Amma ana üçün oğlunun böyüdüyünü qəbul etmək çətindir. Ana, sən özün deyirdin, böyüməlisən, igid olmalısan. Bəs indi nə oldu? Deyirdim. Amma bugünün bu qədər tez gələcəyini bilmirdim. Oğlum, al, bunu da orada geyinərsən, birdən soyuq olar. Ana, bu nədir? Buna nə gərək var? Onsuz da orada özləri hər şey verirlər. Sənin üçün demək asandır. Amma ana ürəyidir, yenə də qoyuram. Bilirəm orada da verəcəklər. Qorxursan, ha? Ana qorxmaz, oğlunu böyüdür və bir gün vətənə yola salır. Ana, mən sənin başını dik edəcəm. Sən mənim başımı həmişə dik eləmisən oğlum. Təki sağ-salamat qayıt. Qaydacam ana, qaydacam. Özündən müğayət ol. Yeməyini vaxtında ye, soyuqda qalma. Ay ana, mən əsgər oluram. Uşaq yox. Ana üçün uşaq həmişə uşaqdır. Dünə nə qədər yadımdadır. Əlindən tutub məktəbə yola salırdım. Bugün isə vətənə. Ana, bu vətən sənin kimi anaların duaları ilə yaşayır. Mən sənin üçün həmişə dua eləyəcəm. Duaların mənim sipərim olacaq ana. Bax, orada elə davran ki, desinlər Aynur ananın oğlu layiqli əsgərdir. Ana, söz verirəm. Söz verirəm sənə layiqli oğul olacaq. Sağ ol oğlum. Sağ-salamat qayıt. Haqqını alarıq ana. Halal olsun. Südüm sənə halal olsun oğlum. Ana, mən gedirəm, amma ürəyim hər zaman burada olacaq. Unutma. Mənim də ürəyim həmişə səninlə olacaq. Sağ-salamat qayıt oğlum. Sağ ol ana. Sağ ol oğlum. Özündən müğayət ol. Sağ ol. Eşq olsun igidlərə. Yaşasın Azərbaycan.
Yollarım bulduğum o yollar seni beslemem kaytarar senden teselli bir zabit mulli. Bəh. Deyirəm yenə yaratmısan da ay. Nə deyirsən Aycəsən? Mətbəxdəki süfrəni gör. Hə. Bax inan ki, hər səhər mənim yuxudan tez oyanmağıma səbəb elə sənin hazırladığın o süfrələrdir ay Kəmal. Hələ bu nədir ki? Oğlumuz hərbi məktəbi əla qiymətlərlə bitirsin. Gör onda nə süfrələr açacaq. 40 gün, 40 gecə bayram olacaq inşallah. İnşallah. Heydər Əliyev adına ali hərbi məktəb asan yer deyil. Amma iş orasındadır ki, bizim oğlumuz da asan oğul deyil. Cəsarətin oğlu Muradov Vüsal Cəsarət oğluna da elə bu yarar. Cəsarət. Dur götür oyat uşağı. Gecikəcək sonra amandır. Hərbi məktəbdə nizam-intizam önəmlidir, özün də bilirsən. Həy, daydı mən. Hər bazar eyni söhbət. Bu, deməli artıq bəyimiz oyanıb ki, Çoxdan oyanmışam ata. Nə tez az danışmışsan. Gedək səhər yeməyi ye. Yox ana, iştahım yoxdur. Ay baba, niyə? Xəstələnmirsən ki? Yox, sadəcə iştahım yoxdur. yaxşıdır görək, ali hərbi məktəbdə vəziyyət necədir? Nəsə çətinliyin zadın yoxdur ki? Hər şey qaydasındadır ata. Oğlum, sən bizə nəsə gizlənmirsən? Daha necə deyim ki, hər an müharibə başlaya bilər. General Polad Həşimovun şəhidlik zirvəsinə yüksəlməsi bizlərin, xalqımızın, dövlətimizin səbrini daşırdı. Bunları nə anama, nə də atama başa sala bilmərəm. Qoymazlar məni bu qapıdan çölə çıxım. Mənsə illərdir gözləyirəm ki, müharibə başlasın. Mənfur düşmənin illərdir torpağıma verdiyi bu işgəncənin hesabatını sorun. Yox ana, sadəcə dərslər alırlar. Allah Təala, kişi elə çətinlikdə bəlkə, də oğul. Mən çıxım, gecikərəm. Oğlum, gözlə. Gəl. Bu da yol. Özündən qoy. Sağ ol ana. Sağ salamat. Sağ ol ana. Tez qayıt. Eşq olsun igidlərə, yaşasın Azərbaycan! Bizi niyə belə bəş-bəş quzarladın? Yaman narahat oldum mən. Darıxma, ay Kəmalə. İndi yəqin uşaq bu səfər bizim üçün çox darıxıb, ona görə belə qucaqlayır. Sən ürəyini buz kimi saxla, nigaran qalma. Səhərdən də heç şey yeməmsən, gedək sənlə bir-iki tikə nəsə yeyək, gəl. Necə yiyeyim, necə babasından keçsin? Gəl, narahat olma, nigaran qalma. Tofiq, mən səni necə yola salım axı? Vaxt gözləmirsən. Getməliyəm. Bəlkəsi yoxdur. Artıq gözləməyin mənası yoxdur. Getməliyəm mən. Sən məni biraz gözlə. Hara gedirsən? Gəlirəm.
Süsən? Halal olsun. Amma mənim nə haqqım var ki? Sən haqqını halal elə. Mənə və 3 oğul balana. 3 oğul balam son nəfəslərinə qədər mənim yoluma davam edəcək. Qanlarının son damlasına qədər torpağı üçün savaşacaqlar. Prezidentimizə güvənirəm. Onu arxalandıram. Onun qətiyyətli siyasətin nəticəsində Qarabağı işğaldan azad edəcəyik. 1-ci Qarabağ müharibəsində şəhid olmuş və nəşi tapılmamış bütün qardaşlarımızın qisasını alacaq. Mənə görə üzülmə. Uşaqlara görə güclü ol sən. Al bunu. Bu nədir? Bu anam üçün yığdığım puldur. Yox, bu səndə qalsa yaxşı olar. Yox. Tofiq, bu sənin əmanətindir. Apar, ananı gör, halallığını al, vidalaş və bu əmanəti ona təslim elə. Sənin kimi bir həyat yoldaşıma sahib olduğum üçün çox xoşbəxtəm sən. Bilirsən, sənin sevgin yaşadır məni. Sənin sevginlə yaşadacaq. Gözlə məni. Ya da yaşat. Gözləyəcəm, ya da yaşadacaq. Amma əgər qayıtmasan, əmin ol ki, o sevgi mənim içimdə yaşayacaq. Eşq olsun igidlərə. Yaşasın Azərbaycan. Sən də buradasan? Oy, mən olmalıyam da və burada kim olmalıdır? Qardaş, sənin qəhrəmanlığına, vətənə olan sevginə heyranam. Çox sağ ol Rüfət. Aynur ana necədir? Onunla nə vaxt tanışmışam, heç yadıma gəlmir. Demə qardaş. Anam əsgərlikdən birbaşa müharibəyə gəldiyimi eşidib, çox kövrəlib. İndi bəlkə də oturub şəklimə baxa bağlayır. Rüfət, qadınlar zərif olur. Amma indiki insanlar zərif sözün səhv salırlar. Amma bunu bütün dünya bilməlidir ki, həyatda ən güclü varlıq elə qadınlardır. Onlardan önə çıxanır. Şəhid anaları, şəhid bacıları, şəhid yoldaşı və şəhid qızlarıdır. Doğru deyirsən qardaş, doğru deyirsən. Sağ ol. Bəs Mürvət müəllim necə? Atam yaxşıdır. Ara sıra fürsət olanda danışıram. Son dəfə mənlə danışanda səsi titrədi Rüfət. Mən birinci dəfə idi ki, inan, atamın səsini elə titrəyəni eşitdim. Yaxşı olar qardaş. Danışanda salamını çatdırarsan. Mənim gözüm istəyir. Salam, hər vaxtınız xeyir. İgidlər. Tofiq müəllim. Hər vaxtınız xeyir. Elə ikiniz də bir yerdəsiz. Qoy mən də sizi bir-birinizdən təqdim edeyim. Olar. Mənim qardaşım, yoldaşım, igid əsgər, Əsgər Rüfət Qabiloğlu. Bizim kadrlarımızdan savadlı, anicənab, qəhrəman, Kərimov, Tofiq. Şad oldum. Elə soyadlarınız birdir ki. Ha, mən nə bilmişdim. Biz mülkdən dostluq, mülküdən. Allah dostluğunuzu daim eləsin. Çox sağ ol. Vüsal, gəl, buradayıq. Salam, hər vaxtınız xeyir olsun. Salam. Bu da Vüsal. Buna da Vüsal. Kursant əsgərimiz. Müharibəyə Heydər Əliyev adına Ali Hərbi Məktəbdən qoşulub. Çox qoçaq, mərd oğlandı. Yüzünə baxanda necə bir igid olduğu görünür. Niyə ayaqsa qalmışıq? Bəlkə əyləşək? Hə, buyurun. Buyurun. Nə oldu Rüfət? Nə yaman tərdən at çəkdin? Yaxşısan? Aynur anam həmişə deyirdi ki, Can, vətən sənə güvənəndə heç vaxt qorxma. İndi anamın səsini eşitmək üçün nələrimi verməzdi. Ana səsi qəribə olur.
Kəmalə ana həmişə mənimlə zəngilə danışanda ağlayardı. Elə bilərdi, hiss eləmirəm. Atam isə deyərdi ki, kişi torpağını qorumalıdır. İndi onların səsini eşitmək üçün nələrimi verməzdim. Mən də bura gələndə Hüseyn mənə dedi ki, qayıt. Mən də güldüm. Dedim ki, qələbə ilə qayıdacam. İnsan sevdiyini müharibədə daha çox düşünürmüş demək. Bilirsiniz, mən atamı hər zaman sərt biri kimi bilirdim. Elə bizim qarqabaq adamdır. Amma məni bura yola salanda atamın gözləri dolmuşdu. İnanın mənə, inanın. Mən birinci dəfə idi ki, atamı elə kövrək halda gördüm. Bilirsiniz nə düşünürəm? Biz burada tək öz ailələrimiz üçün yox, bu torpağın üstündə yaşayan milyonlarca insan üçün durmuşuq. Bəli. Sabah uşaqlar rahat yaşasın deyə. Nə olub? Yaxşıdır vəziyyət. Yol verin. Nə olub sən? Yaxşılıqdır? Narahat olmayın, yaralının vəziyyəti ağır deyil. Mən yaxşıyam, Rüxsara bacı. Tək torpaq azad olsun. Rüxsara bacını ölsün qabağında. Qoy sarğını dəyişim. Siz narahat olmayın, danışın. Rüxsara bacı, anamın plovunu ötürü çox darıxmışam. Olsaydı yiyərdim. İnşallah qələbə çalar, torpaqlarımızı işğaldan azad edək. Amin. Sizə elə qonaq çağıracam. Sizə elə süfrə atacam ki, və İnşallah bacı. İnşallah Rüxsara ana, inşallah. Qardaşlar, Rüxsara ana deyən dilinə qurban ayıbsa. qardaşlar, biz qayıtmasaq da önəmli olan torpaqlarımız qayıdacaq. Yeter oğlum. Bölgeleri tutun. Arkadaşlar, bölgeleri tutun. Mənəm Türk, önümə gələn Türk. Danışam indilər, hər gün bilirlər. Mərkiyə qadağalarım, doğrana dilimi ilə. Mənəm burada sahibi mülkətim, düşdü qanım Türk. Yer üzündə qul mənəm, düşmənim ağul mənəm. Nəsimi kamanından bıraxdır o deyir mənəm. Qırmızı gözlərim çalxalaydı, salaram bura toz duman mən. Vermərəm aman mən bir bax eybətə. Canımdan qeyrətə. Ağlayan müzalətə, babək kimi doğran əməyə ticarətə. Düşəməcə ticarətə, mübarizəm. Tək başıma gitdim fəkənim, əlimlə verəm vətənə paytənimi. Dünən gecə düşmən növbəti dəfə atəşkəsi pozub. Silahlı qüvvələrimizin əks hücumu nəticəsində bir neçə ərazi işğaldan azad edildi. Şəhidlərimiz var. Ana, Aynur ana, başın hər zaman dik olsun. Mən sözümü tutdum. Vətən sağ olsun. Kəmalə ana, cəsarət ata, mən sizi çox sevdim. Vətənimi qorudum, ruhum da qoruyacaq. Ata, Mürvət ata, canım atam, oğlun qorxmadı. Cəsur döyüşçü kimi döyüşdü. Haqqını halal elə. Hər zaman de ki, vətən sağ olsun. Hüseyn, mənim eşqim. Bağışla, mən qayıda bilmədim. Amma Qarabağ qayıtdı. Vətən sağ olsun. Vətən sağ olsun. İlahi, əsgərlərimizi qoru. Vətən
Xurama xanlarda olur. Məktəbdə sadəcə demişdim bugün biraz tez gəlsin. Nə olub? Nəsə baş verir? Aha, gəldi. Göndərdim uşaqları çatacaq. Oldu, hələlik təşəkkür edirəm. Sağ olun, sağ olun. Gəldim anan qurban. Ana! Can! Xuraman xanım. Ay, can! Ay Xuraman müəllimə. Can! Nə yaxşı gəlib çıxa bildin ay ana. Ey ay oğlum, məktəbdəki uşaqların hamısı körpədir də. Məsuliyyətlərdə mənim üstümə. Onları yola salınca dayı bir aləm vaxt getdi. Hə, bildim. Həmişəki Xuraman müəllimə. Sən mənə baxın, məni niyə bu qədər tez çağırmısan evə? Nə olur? Heç nə olmayıb ayna. Heç nə yoxdur. Bəs niyə dünə dedin sabah evə tez gəl? Ana, Can. ata. Sabah bir tədbir var. Qarabağa gedirəm. Tədbir? Nə tədbir ayrılsın? Adi xidmət idi ata. İnşallah bitsin, qayıdacam. Ana qurban, bilirsən də, müəllim ürəyi sevgir. Sanki səndə nəsə bir dəyişiklik var. Nəsə gizlədirsən, amma bizə demirsən. Yox ayna, nə gizlədəsən? Narahat olma. Amma istədim sizdən halallıq alım. Bu nə danışır ayrılsın? Halallıq nədir? Ata, sən mənə əsl bir Azərbaycan oğlu kimi, mərd, cəsur biri kimi böyüdün. Haqqını halal et. Halal olsun mənim oğluma. Amma tez qayıt. Mənim ağıllı balam. Ana! Can! Mən səni məktəbə ilk aparanda da belə baxırdım, indi də. Mənim ağıllı balam. Heç dəyişməmisən. Gözümdə elə həmənki balaca Rasimsən. Sizi çox sevirəm. Sizə görə bu dünyada edə bilməyəcəyim heç nə yoxdur. Biz də səni çox istəyirik, ay oğul. Amma biz səndən necə ayrı qalacağıq, hə? Ana, bayaq da dedim, bu adi bir tədbirdir. İnşallah bitsin, qayıdacam. Narahat olma. Tez-tez qayıdacam. Rasim, amma mənim içimdə çox qəribə bir hiss var. Sanki sən məndən nəsə gizlədirsən, demirsən. Hayır, nə gizlədəsi ya. Narahat olma. Heç kimi saxlayacaq. Çanta hazırlamısan? Bəli, ata hazırdır. Otaqdakı çantanı sən hazırlamısan. Bəli. Narahat olma. Hər şey yaxşı olacaq. Oğul, lazım olur. Birdən kimsə qabasını görsən. Mən fəxr edirəm ki, Oqtay Məmmədovla Xuraman müəllimənin oğluyam. Anan sənə qurban. Allah! Özünə yaxşı bax. Yeməklərini vaxtında ye, ha yaxşı? Xəstələr yaxşı oğlu balam. Qayıdacam. Gözləyəcəyim balam. Narahat olma Xuraman müəllimə. Bir həftəyə qayıdacaq. İnşallah Oqtay müəllim inşallah. Harda qaldın bu Oqtay? Görəsən nəsə bir xəbər var? İnşallah xeyir bir xəbər nə verəcək? Hiss edirəm. Oqtay, xoş gəldin. Hanı, Rasim hanım? Nəsə bir xəbər var? Yox, Necə yəni? Onda mütləq arxandan gəlir, hə? Oqtay, bu nə vəziyyətdir? Hanı mənim balam? Xuraman xanım. Başın sağ olsun. Sən nə danışırsan Oqtay? Oqtay, sən nə danışırsan? Üzümə bax. Yox, Rasim burdadır. Mənim balam burdadır. Rasim, ana qurban hardasan? Ağıllı balam, mənim gözəl, mənim igid balam hardasan? Oqtay, hardadır o balam? Cavab ver. Xuraman xanım,
Gel. Gel. Gel ana kurban. Hara gedirsən? Getmə. Getmə Rasim. Rasim getmə kurban olum. Oqtay getməsin. Oqtay xahiş edirəm. Kurban olum Oqtay getməsin. Rasim. Mənim vətənpərvər balam. Mənim igid balam. Rasim. Mənim əziz oğlum. Rasim. Anan sənə qurban olsun. Ay Rasim. Aydın, bilirsənmi? Mən həmişə inanmışam. İnanmışam ki, bir gün Qarabağ azad olacaq. O torpaqlarda yenə Azərbaycan bayrağı dalğalanacaq. Biz görə bilmədik. Amma mən inanıram. O torpaqlar heç vaxt yad əldə qala bilməz. Çünki onu qoruyan xalq var. Vətənimiz var. Şuşanın dağları, Laçının yolları, hamısı bizi gözləyirdi. Aydın müəllim, Rövşən müəllim. Siz? Biz Qarabağda döyüşən yeni nəsilik. Sizin davamçılarınız. Biz sizin yarım qalmış arzularınızı tamamladıq. Yəni? Yəni artıq Qarabağ azaddır. Azaddır Şuşada, bayrağımız dalğalanır. Qarabağda yenidən qurma işləri gedir. Xalqımız, millətimiz o torpaqları ziyarət edir. Bəs xalq sizə dəstəkdir? Xalq bir yumruq olub, vətən üçün ayağa qalxdı. Eşq olsun vətən uğrunda canını verən igidlərə. Xoş gəldin qardaş. Xoş gördük. Sən hansı döyüşlərdən gəlirsən igid? Mən lokal antiterror döyüşlərindən gəlirəm. Qarabağda son nöqtəni qoyanlardan biri oldum. Bəs necə şəhid oldun? Biz son nəfəsimizə qədər döyüşdük. Bayrağımızın tam azad şəkildə Qarabağda dalğalanması üçün. Mən bilirdim ki, şəhidlik zirvəsən uca zirvədir. 8 polisimiz şəhid oldu. Yəni hamımız eyni yolun yolçusuyuq. Birinci Qarabağ müharibəsindən başlayan yol 44 günlük vətən müharibəsi ilə davam etdi. Və tam zəfərlə başa çatdı. Amma mən bacım Fəridədən ötürü çox darıxmışam. Mən isə yoldaşımdan və uşaqlarımdan ötürü darıxmışam. Mən də anamdan ötürü çox darıxmışam. Mən də atamdan ötürü çox darıxmışam. Mən də həm anam, həm də atamdan ötürü çox darıxmışam. Mən də elə. Anam və atamdan ötürü çox darıxmışam. Mən də həyat yoldaşım səndən ötürü çox darıxmışam. Oğul, üzümdəki hər qarışda səni daşıyıram. Gözümdəki hər yaşda səni yaşayıram. Səndən ötürü çox darıxıram. Ana, mən səni heç vaxt tək qoymadım ki. Hər dəqiqə, hər saniyə, hər zaman mən sənin yanındayam. Məktəbdə dərs dediyin sinif var ha. Bax, həmən siniflərin birində, arkadakı boş sıraların birində oturub səni dinləyirəm. Ata, burada belə sənin adın gələndə mən dik dayanıram.
Və mən yenə də fəxr edirəm ki, mən Oqtayın oğluyam. Rüfət, anan qurban. Ora soyuqdur. Üşümürsən. Yox ay ana, yox, üşümürəm. Üşüsəm də verdiyim paltarların yanındadır. Rüfət, ata qurban cəsarətinə. Atan qurban adına başımı uca etdim. Yerin nurla dursun. Fəxr eləyirəm ata, fəxr eləyirəm. Tofiq, sən burada olanda arxa dayağımız idin. İndi yoxsan. Amma yenə də arxa dayağımızsan. Hər bir işimizlə yaxından maraq alırsan. Hər bir işimizi həll edirsən. Çox sağ ol. Çox sağ ol ki, fiziki olaraq dünyada olmasan da yanımızda olduğun üçün çox sağ ol. Həmişə yanınızdayam Süsənim. Həmişə. Rövşən, bugün söz verdiyin kimi minlərlə şagird sənin adını daşıyan məktəbdən məzun oldu. Xalqa, dövlətə xidmət edir. Mənim dərdimdən hər gün ölüb dirildiyim, heç kimə bildirmədiyim qardaşım. Fəridə, görürəm, bilirəm bacı, səni çox sevirəm, çox. Vüsal. Ana sənin cavan canlı. Ana sənin gözündə qurban. Hər gecə gəldim oğlum. Qurbanım sensiz qalmasın. Vüsal. Oğlum, səndən fəxr eləyirik. Adımızı ucaltdın. Sağ ol oğlum. Sağ ol. Ata, ana, qəlbinizi fərəh içində saxlayın. Mən şəhid qardaşlarımın yanında rahatam. Hər dəfə Aydın adı çəkirəm. Qəlbim əsir. Səssiz üsyanım içimi parçalayır. Səndən sonra tənhalıq illərdir məndə dostluq edir. Ruhumla birgə hər gün yanında olur. Gülalə, mən səni əbədi olaraq sevirəm. Sevəcəm. Bunu bil və də bəsdir. Bu illər
İndi isə tamaşanın rejissoru Polad Ağa İbrahimovu dəvət edir. Əziz qonaqlar, hörmətli tədbir iştirakçıları, xoş gəlmisiniz, vaxtınızı ayırmısınız, böyük şərəf vermisiniz. Ümid edirəm, 7 şəhidimizin xatirəsinə həsr olunmuş bu tamaşa xoşunuza gəldi. Alqışlarınızla bilmək istəyirik. Bu tamaşanın ərsəyə gəlməsində bizə dəstək göstərən Şuşa Dövlət Musiqili Dram Teatrının rəhbərliyinə, kollektivinə təşəkkür edirik. Şəhid ailələrinə, qayğı cəmiyyətinə, başda sədr Müşfiq Əliyev olmaqla təşəkkür edirik. Xətai rayon Ağsaqqallar Şurası, başda sədr Mürvət Əsgərov olmaqla təşəkkür edirik. Və ən böyük təşəkkürlərdən biri də gördüyünüz bu gənclərlə 7-24 həm əyani, həm distant şəkildə çalışan, əziyyət çəkən səhnə danışığı müəlliməmiz Vəsilə Əhmədovadır. Buyurun Vəsilə müəllimə səhnəyə. Hörmətli qonaqlar və şəhid ailələri, sizin hər birinizin qarşısında şəhid ailələri baş əyirəm. Bizim və sizin yeganə bir amalımız, yeganə bir məqsədimiz var. Vətənpərvər gənclər, vətənpərvər uşaqlar yetişdirmək. Bu günləri biz o şəhidlərimizlə fəxr edirik. Şəhidlərimizin torpaqlarımızın azad olunmasında göstərdiyi igidlik. Bu günləri biz onlara, müzəffər ordumuza və Ali Baş Komandanımıza minnətdarıq. Çünki torpaqlarımız azad oldu və biz bütöv bir Azərbaycan olduq. Bu günləri bizim üç rəngli bayrağımız məhz dünyanın hər yerində qürurla dalğalanır. Bu gün siz şəhid ailələrinin qarşısında bir daha baş əyirəm ki, sizin böyütdüyünüz evlatları və ailə başçılarının göstərdiyi igid və qəhrəmanlıq sayəsində bu günləri biz Azərbaycanda artıq azad gəzirik. Və şəhidlərimizin göstərdiyi igidlik, qəhrəmanlıq və onların keçdiyi döyüş yolu bugün bu gənclər üçün əsl vətənpərvərlik məktəbidir. Və mən sözümün sonunu bir şeir bəndi ilə qurtarmaq istəyirəm. Şəhidlər qoymadı insin bu bayraq. Hər dalğası bir şəhidin ruhudur. Vətən iman yeri, bu vətən savaşı xalqın ruhudur. Bəli, bu günləri biz şəhidlərimizin ruhuna yığışmışıq. Bugün o ruhlar ki, bugün bu səhnədə artıq buradadır və bizi eşidirlər. Biz bir müəllimə kimi mən belə uşaqlar yetişdirdiyimə görə özümlə fəxr edirəm. Çünki yenə də deyirəm, siz valideynlərin, biz müəllimlərin bir məqsədi var. Məhz belə vətənpərvər evlatlar böyütmək. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bugün bura əziyyət çəkib gələn çox qonağımız var, başda da şəhid ailələri olmaqla. Səhnəyə Bakı şəhər Xətai rayon Rövşən Əliyev adlı 254 nömrəli tam orta məktəbin riyaziyyat müəlliməsi, milli qəhrəman Rövşən Əliyevin bacısı Fəridə Əliyevanı dəvət edir. Hamınızı xoş gördük. Hələ təsir altındayam, yəni uşaqlarım. Çox sağ olun, çox təşəkkür edirəm sizin əməyiniz doğrudan da. Yüksək qiymətləndirirəm əməyinizi. Mən Mübariz İbrahimovun şəhid olduğu vaxtda heç ölkə daxilində deyildim və inandırım sizi ki, xaricdə mən onu eşidəndə ağlayırdım, gah gülürdüm, gah qürurlanırdım. Mən inanırdım, mən müəlliməyəm. Mən qardaşıma görə o məktəbdən aralana bilmədim. Hər gün onun üstünə salam verib
salamlaşıram, çıxanda sağollaşıram. Və mən o məktəbdə qaldım, işlədim. Mənim yüzlərlə, minlərlə şagirdlər yetişdirmişəm və əməyim ona görə belə özümə də xoşdur ki, doğrudan da vətənə layiqli övladlar yetişməsində əməyim olub. Bugün bu uşaqlar necə ürəkdən oynadılar, bu ifa elədilər. Rövşənin müharibəyə getməsi, inandırım sizi, Xocalı hadisəsi baş verdiyinə görə biz onu saxlaya bilmədik. Həqiqətən də dedik, yox, Xocalı baş verib, qızlar, gəlinlər və o 92-ci ildəki şəhidlərimizin hesabına Azərbaycan dövləti qaldı. Bugün biz bütün şəhidlərimizə borçluyuq. Hamısının, onların sayəsində bugün biz azad, firavan ölkədə yaşayırıq. Çox sağ olun uşaqlar. Hamınıza təşəkkür edirəm. Polad çox sağ olun. Poladın müəllim olmuşam. Polad elə məktəbdə də çox çalışqan idi. Ədəbiyyata, poeziya böyük həvəsi var idi. Uğurlar diləyirəm. Hər birinizə uğurlar olsun. Müharibə olmasın bundan sonra. Müharibə olmasın, heç vaxt. Mən 44 günlük müharibədə xalam oğlunu, baş leytenantı da itirdim. Və Azərbaycanın, qüdrətli Azərbaycanın daha qüdrətli olmasında bu gənclərin böyük rolu olacaq. Sağ olun. Biz layihəmiz adından sizə kiçik bir hədiyyələr etmək istəyirik. Milli qəhrəman Rövşən Əliyevin portreti rəssamımız Aysun Məmmədiyarova tərəfindən çəkilib. Gənc yazıçımız Nadir Kərimli öz kitabını sizə hədiyyə etmək istəyir. Çox sağ olun. Sağ olun. Nə bir birdən. Və bu sizə çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Birinci Qarabağ döyüşlərində igidlik, qəhrəmanlıq göstərib bir komandir kimi əskərlərini xilas edən, özü tək-bətək düşmənlə döyüşən, həlak olan və nəşi də tapılmamış Aydın Manerovun, Azərbaycan bayrağı ordenli Aydın Manerovun həyat yoldaşı Gülarə xanımı səhnəyə dəvət edir. Hamını salamlayıram. Hamıya təşəkkür bildirirəm. Bəslə xanım, sizə çox təşəkkürümü bildirirəm. Həqiqətən də belə gözəl, vətənpərvər, gözəl gənclər yetişdirmək, bunlara belə gözəl tamaşaları hazırlatdırmaq, nümayiş etdirmək həqiqətən də sizin borcunuzdur və eyni zamanda da Polad müəllimədən mən sizə dərin təşəkkürümü bildirirəm həqiqətən də. Və necə deyim, o qədər canlı, o qədər gözəl ifa elədilər ki, həqiqətən də adam necə deyim, heyecansız mümkündür izləmək. Məqsədimiz şəhidlər heç vaxt unudulmur və onlar daim yaşamaq. Hamısına, valla bu uşaqlara tək-tək hamısına öz təşəkkürümü bildirirəm, sizlərə də təşəkkürümü bildirirəm. Çox sağ olun Gülarə xanım. Rəssamımız Ləman Rəcəbli tərəfindən şəhidimizin portreti çəkilmişdir. Aydın Manerovu özü öz qələmi ilə işləyib və sizə hədiyyə edir. Və gənc yazıçımızın kitabımızdır. Sağ olun, çox sağ olun. Bu adlandırdı gəlir. Bizə xanım, biz sizin deyil. Var. Gülarə rolunu oynayır qızımız. Hadi, gəl buraya kızım. Ləzifə xanım Qasımova
pedaqoji elmlər doktoru, professor Mübar xanım Muxtarova, pedaqoji elmlər doktoru, professor, alimlərimiz, Nəzakət xanım, Cəmilə xanım, Kəmalə xanım, Bakı Dövlət Universitetinin bütün müəllim və professor Cəmilə xanım, bunlar hamısına dərin təşəkkürümü bildirirəm ki, belə istirahət günündə vaxtlarını sərf edib gəliblər. Çox təşəkkür bildirirəm hamıya və eyni zamanda burada bir xarici də doktorantımız var. Norman Oyuga, Kenyanın vətəndaşıdır. O da həmçinin bugünkü tədbirdə iştirak edir. Çox təşəkkürümü bildirirəm. Aydın. Bugün burada şəhid mayor Rüfət Əsgərov Mürvətoğlunun ailəsi iştirak edir. Buyurun, zəhmət olmasa səhnəyə. Axşamınız xeyir olsun. Şəhidlərimizin ruhunun işığında hər birinizi xoş gördük. Mənim üçün çıxış etmək heç vaxt çətin olmayıb. Heç vaxt söz axtarmamışam. Şəhid mayor Rüfət Əsgərovun ömürgün yoldaşı dedi ki, mənim əvəzimdən danış. Və mənim üçün çox çətin oldu, çox məsuliyyətli oldu ki, mən şəhidimizin can yoldaşının adından nə deyə bilərəm? Vətən, torpaq, millət, ümumiyyətlə şəhid ailələrinə minnətdardır və nə qədər canımızda can var, dilimiz söz tutandan tam məzar evinə qədər şəhidlər ən müqəddəs kəlmə olmalıdır. Ona görə də mən bugün bu gənclərə minnətdarlığımı bildirirəm. Mirvarid Dilbazi Poeziya Məclisinin Gənclər Şöbəsinin sədri Polad ağaya minnətdarlığımı bildirirəm ki, hər zaman belə vətənpərvərlik ruhunda tədbirlər keçirirlər, belə ssenari qurur, tamaşalar araya, ərsəyə gətirir və şəhidlər müqəddəsdir. Nəyə görə? Bax, bizi belə birləşdirir. Onların qanları, onların canları vətən yolunda fəda oldu. İnsan üçün ən şirin candır. Və bu insanlar canlarını vətənə qurban verdilər. Biz bu tədbir qurtarandan sonra hamı çıxıb gedəcəyik öz evimizə və şəhid ailələrdə. Ancaq, bax, bu gördüyümüz şəhid ailələri, o 44 günlük vətən müharibəsində olsun, 1-ci Qarabağ müharibəsi olsun, həmin o anların, o atəşin, o odu alovun içindədir. Onlar oradan hələ bu məqama gəlib çatmır. Ona görə də onların elələri var ki, elə ailələr, ananın bir oğluydu, Aynur ana. Eləli var nişanlısıydı, eləsi vardı Rüfət şəhidimiz kimi 2 balalıydı, eləsi var təzə toyluydu. Bunların hamısı çox ağırdı, insan taliydi. Ancaq o talihlərdə əbədi yaşarlıq qazandılar. Mən düşünürəm ki, şəhid analar, şəhidlərimizin can yoldaşları, vaxt gələcək, bax, bu gördüyünüz ki, bu auditoriya var. Allah bu gənclərimizə 100 il ömrü qismət eləsin. İnsan ömrü nədir ki? Bir əsim külək. Bir də gördüm, vaxt gəldi, vətən yetişdi. Bax, dediyim odur ki, 100 ildən sonra, 70 ildən sonra, 80 ildən sonra bizlər burada heç birimiz olmayacaq. Ancaq, bax, bu auditoriyada şəhidlərimiz anılacaq, əbədi yaşar, həmişə onlar yaşayacaqlar. Vətən onlarla qürur duyur. Mən Arzu xanım danışmaq istəmədi, ancaq danışmasın, gəlsin bura, xahiş edirəm. Şəhidlərimizin belə ləyaqətli, gözəl ömürgün yoldaşları var. Yoldaşlarına sədaqət göstərərək şəhidlərimizin ömrünü yaşayır. Bizim o Zəhra balamız, Xansu balamız. Bir alqış gəlsin şəhidlərimizin. Xoşbəxtliklərindən keçdi ki, bax, belə-belə oğullar, belə-belə qızlar, milyon xalqın balaları xoşbəxt olsun, ağ günə çıxsın, xoşbəxtliyə çatsınlar. Ona görə də şəhidimizin can yoldaşı. Sizi kimi xanımlara borçluyuq, şəhid anaları sizə borçluyuq, şəhid anaları qarşınızda dönə-dönə baş əyir. Rəssamımız Aysun Məmmədyarovanın çəkdiyi şəhidimizin portretini və gənc yazıçımızın kitabını
Təşəkkür edirəm, çox sağ olun. Şəhid Rüfət Əsgərov Qabiloğlunun anası. Biz gənclərə çox yaxın, çox doğma, ən çox dəstək verən Aynurə anamıdır. Danışmaq çox ağırdır, çox. Özümə gələ bilmirəm. Özümü qıraqdan görmək nə dərəcədə çətindir, izah edə bilmirəm. Ən çox da Rüfət üçün çox darıxmışdır bu aralar. Hər şey görə çox sağ olun. Mükəmməl oynadınız. Mükəmməl. Ümid edirəm Sizə şəhidimizin... bundan da artıq işlər bacaracaqsınız. Çox sağ olun. Sizə şəhidimizin portretini hədiyyə edirik. Mənim üçün ən dəyərli hədiyyədir. Çox dəyərli. Ümumiyyətlə Rüfət adı eşitmək mənim üçün çox ağırdır. Polad bilir, sizin də deyim biləsiniz. Təşəkkür ederim. Şəhid Tofiq Kərimovun həyat yoldaşı Süsən Kərimova. Buyurun. Mən də öz növbəmdə hər kəsə təşəkkür edirəm, amma xüsusi 3 təşəkkürüm var. Birinci, sizə təşəkkür edirəm. İkinci, bu uşaqların hamısının valideynlərinə təşəkkür edirəm. Bilmirəm, bu zalda bugün varlar ya yoxlar, amma xüsusi təşəkkür edirəm. Çünki uşaqlar bizə Bakının birbaşından Zabratdan, Ramanadan, Qaradağa durub gəlmişdilər. O boyda uzaq yolun enerji ilə və həvəslə onların arxasında duran, bu dərsləri ilə bir tələbədir, hər bir o dərslərin çətinliyi ilə, bu işin ötəsindən gələn uşaqların başda valideynləri, sonra özlərinə təşəkkür edirəm. Çox sağ olasınız. Üçüncü xüsusi təşəkkürüm burada əyləşən şəhid analarınadır. İnanın ki, ağır səhnələrdə mən gözümü yumdum ki, o şəhidlərin yerə düşmə səhnəsini görmürüm. Həqiqətən də. Hələ mən şəhid yoldaşıyam. Amma bugün şəhid analarının bu ağır səhnənin qarşısında durmaqlarına mən sizin qarşınızda baş əyirəm. Halal olsun sizə. Bu tür şəhid uşaqları yalnız sizin kimi analar dünyaya gətirə bilər. Qaynanam 84 yaşı var. Oğlundan sonra bir gözünü itirdi, xəstədir, 84 yaşı var, çox yaşlıdır. Başda qaynanam olmaqla hamımızın qarşısında baş əyirəm, var olasınız. Siz də sağ olun uşaqlar, çox sağ olun. Şəhid kəşfiyyatçı leytenant Vüsal Muradovun bugün ailəsindən prezident mükafatçısı, şair Qabil Ədalət var. Buyurun. Təşəkkür edirəm. Mən də bütün şəhid ailələrə salamlayıram, qarşınıza baş əyirəm və Azərbaycanın Qarabağ qazisi yeganə xanım qazimiz var burada, Rusarı xanım Cumayevə. Vüsal Muradovun ailəsini burada təmsil eləmək təbii ki, çox qürurludur, həyəcanlıdır və çox həyəcanlıyam onun ailəsini təmsil edirəm. Anası təzyiq xəstəliyi olduğu üçün gələ bilmədi, iştirak edə bilmədi və onun salamlarını çatdırıram. Çox təşəkkür edirəm bu adama. Gözəl tanış artıq ikinci dəfədir ki, Vüsal Muradovu canlandırırsınız. Çox sağ olun. Uğurlar arzulayıram sizə və bir sağ oldu ona görə edirəm ki, mən deyərdim Azərbaycanın yeganə xanımdır ki, Ruxsarə Cumayeva. Yəni biz onu Tutana deyirik və yeganə xanım qazidir ki, xanımdır ki, əlilliyi ola birinci Qarabağ döyüşlərində döyüşə qatılıbdır. Biz bundan ilkəyimizi atmışıq və bunun mənim atam şahid olubdur. Biz Qarabağ bölgəsində olduğumuz üçün mənim atam o zamanlar yaralıları daşıyırmış, Kamazlar, şəhidləri daşıyırmış, belə deyək, xəstəxanalara falan və o atamın xatirəsidir, belə deyək, onların danışdıqlarından, mənim qohumlarımla
bir yerdə döyüş tutub xanım. Ona görə sizin qarşınızda baş əyirəm. Elə indi də tam yeridir qazimiz Rüxsarə Cumayeva. Özümü bir də əskər hesab edirəm. Mən vətənimə xidmət etmişəm. Bununla da qürur duyuram. Fərqi yoxdur, əlil ola, ya sağlam ola. Əgər vətən dardadırsa, vətənə hər bir kəsin borcudur ki, vətənə xidmət etsin. Mən də gücüm çatdığı qədər bir tibb işçisi olaraq o yaralıları sarıyıb, bu günləri 34 ildən sonra mənim qapımı döyüb deyirlər ki, Rəqsanə, sənin anan məni həyata qaytarıb, bugün mən həyatda yaşayıram. Buradan Cəllabad uşaqlarına salam göndərirəm. Yəni o uşaqlar 34 ildir məni axtarırdılar. Baxma ki, efirlərə çıxırdım və yaxud nəsə eləyirdim, amma tapa bilmirdilər. Amma bu günləri burada sizlərin sayəsində mən tanınıramsa, mən efirlərə çağırırlarsa, məndən ötəri film çəkilirsə, məndən ötəri tamaşa oynayırsa, kitablar yazılırsa, nə xoş mənim halıma. Amma bircə kəlmə məni həmişə susturur ki, şəhid anası birdən məndən soruşar ki, mənim oğlum necə öldü? Sən onun şahid oldun mu deməli? Mən heç vaxt bir şəhidimin haqqında mən danışmamışam, danışa da bilmərəm. Fikirləşirəm ki, bir şəhid haqqında danışaramsa, o analar fikirləşər ki, mənim balam belə ölən. Mən onu istəmərəm. Amma baxın, vətəni qorumaq üçün şirin candan keçən bu oğullar, gələcək nəsillərimiz bir daha bu acı günləri göstərməsin. Vətənimiz hər zaman bütöv olsun, xalqımız firavan yaşasın. Bu əlil ayağımla vətənə getmişəmsə də, bu mən üçün qürur yerimdir, bu mən üçün can yerimdir. Allah devlətimizi qorusun, Allah canımızı sağ eləsin ki, indən belə qara günlər biz yaşamayaq, balalarımız gözəl günlər yaşasın. Bu firavan yaşama Allah qismət eləsin. Hamınızı öpürəm, gəldiyinizə görə mənim şəhid analarım, mənim ürəyimdə başqa yeriniz var. Allah sizləri qorusun. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır. Rüxsarə xanım, rəssamımızın sizə bir hədiyyəsi var. Çox sağ olun, hava doğru. Lokal antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış Rasim Məmmədovun anası 254 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi Xuraman Məmmədova. Həyəcanlıyam ki, çox sağ olun, var olun. Cahit, gəl bura, gəl bura. Mən Rüxsarə xanımın dediyi sözlərə qayıdıram. Yəni, biz Azərbaycan anaları, qadınları bugünkü gündə, yəni mən öz adımdan deyirəm, Rasim mənim ailəmin yeganə oğlu verir. Rasim mənim başımın tacıdır. Rasim bizim 254 nömrəli məktəbin məzunu olub, 11 il o məktəbdə təhsil alıb, ali məktəbi bitirib. Bugün onun adına təsis olunan təqaüdü Cavidan Məmmədov adlı bir
magistratura tələbəsi alır. Mən onu da öz oğlum kimi qəbul eləmişəm. Mən bugün Rasim rolunu ifa edən, ümumiyyətlə bütün balalar, bugünkü gündə mən ayaq üstəyəm. Mən bugünkü gündə öz işimi davam elətdirirəm. Bax, bu gördüyünüz bu gözəl bala mənim sinifimdə oxuyur, 2-ci sinifdə oxuyur. Yəni, bugünkü gündə onun bax, bu sıralarda durmağı mənim üçün fəxirdir. Bilirsiniz, nə qədər desələr də ki, ali məqamdır, nə qədər desələr də ki, şəhidlik zirvəsidir, fəxr eləyir. Mən oğlumun sağlığı ilə ondan fəxr eləyirdim. Biz bir ailə olaraq sağ olsun, ailə üzvlərim də, yəni bugünkü gündə biraz atanın vəziyyəti ilə, sağlamlığı ilə əlaqəli gələ bilmədi. Yəni, o qədər gözəl canlandırdılar. Amma sizə onu deyim, həqiqətən də Rasim gedəndə halallaşdı hamı ilə, yəni öz dostları ilə. Bunu mənə sonradan dedilər ki, Rasim ətrafında olan hər bir kəslə halallaşıb, onlardan halallıq istəyib. Çünki onlara demişdilər ki, əməliyyat edirsiniz, bu dəfə əməliyyat olacaq. Qarabağ 44 günlük müharibədən sonra onları bu bölgələrə, Qarabağ bölgələrinə aparırdılar. Və gəldi, dedi ki, ata, inanın səmimiyyət. Gəldi, dedi ki, ata şəhid olacaq. Dedi, şəhid olacağım, 2 balam qalacaq boynunda. Yəni, bu sözləri inanın Allaha bax, o dedi. Atası da dedi ki, bu dəfəki döyüş, son döyüş olacaq, Han kəndində bayraq sancacaqsınız. Bax, yəni, belə bir səhne heç vaxt gözümün qabağından getmir. Və mən bugün öz müəllim kollektivimə, öz dəyərli 254 nömrəli məktəbin kollektivinə borcluyam ki, onlar mənə evdə qalmağa qoymadılar. Mən bugün işimi davam elətdirirəm. Mənim bu cür gözəl balalarım var. Yəni, onların mənə ehtiyacı varsa, bir valideyn ordusu arxamda dayanıb, belə gözəl şagirdlər dayanıbsa, inanırsınız ki, onlar mənim sinifimə Rasimin adını veriblər. Mən hər gün orada dərs keçirəm. Yəni, mənim evladım məni o məktəbə gətirib 94-cü ildə 1-ci sinifə gedəndə. Yəni, mən bu anlarla yaşayıram. Mən bugünkü gündə, bax, bu uşaqlar ki, 7 şəhid ruhu canlandırdı. Mənim sinifimdə bəlkə də onlarla şəhidin şəkilləri var. Mən hər gün onlarla, hər səhər girəndə mən onlarla görüşürəm, hər səhər çıxanda mən onlarla sağollaşıram. Bax, bu balalar məni qoymurlar qəmgin dayanmağa. İnanın, hər dəfə gəlirlər və məni qucaqlayırlar, düzdür Cahid? Yəni, gəlirlər, qucaqlayırlar məni, yəni, öz istəklərini, yəni, bilirsiniz, uşaq sevgisindən təmiz sevgi ola bilməz. Yəni, bunu gəlin etiraf eləyək ki, bu körpələr o qədər safdılar, təmizdilər ki, bax, məni yaşadan bunlar, məni işləməyə, bugünkü gündə ayaq üstə durmağa məcbur edən, bax, bu balalardır. Mən yenə də, Polad bizim məktəbin məzunudur, bizim sevimli şagirdimizdir, hər gün biz onunla görüşürük. Mən sizə uğurlar arzulayıram, sizin ay uşaqlar. Çox gözəl oynadınız, o qədər, inanın ki, bəlkə də neçə gün keçəcək, mən bunun təsiri altından çıxmayacağam. Sizə uğurlar arzulayıram hər birinizə və əgər hər hansı bir sahədə köməkliyim dəyə bilərsə, bir müəllim kimi həmişə sizin qulluğunuzda hazıram. Gəlin bu uşaqları bir də alqışlayaq. Müharibə başlayanda mən dedim, ay aman, 30 ildir ki, biz Şuşanın işğalını qeyd edirik, bu müharibəyə görən kim gedəcək? Amma bizim elə oğullarımız getdilər ki, onlar Qarabağı görməmişdilər. Onlar Qarabağı filmlərdə, dərsliklərdə adlarını eşitmişdilər həmin uşaqlar. Amma onlar Qarabağı azad elədilər və biz fəxr elədik. 2023-cü ildə keçirilən antiterror lokal hadisələrində 19 sentyabrda bir günlük əməliyyatda mənim oğlum da şəhadətə ucaldı, 8 polis bir yerdə. Sonra da 217 nəfər şəhid oldu. Bilirsiniz, bizə təsəlli verən nədir? Yəni, mən bugünkü gündə ayaq üstəyəmsə, mən onların adını yaşatmağa çalışıram. Yəni, bu, bayaq Vəsilə xanım da dedi, yəni, bu burada qalmasın. Mən sizdən çox rica edirəm. Yəni, bilirsiniz, harada oluruqsa olaq, onların adı bugün bir saat onları yad elədik, yox. Yəni, təsəllimiz odur ki, onlar həmişə yad olunsun. Bax, biz anaları, biz ailələri yaşadan ancaq bu anlarda. Vəsilə xanım, sizə də təşəkkür edirəm. Yəni, bir müəllim kimi bilirəm ki, bağışlayın,
portretini rəssamımız Aysun Məmmədiyarova səsləyir. Gənc yazarımızın kitabı. Təsəvvür edin ki, Rövşənlə Rasimin ibtidai sinif müəllimi Əli müəllim oldu. Allah ona rəhmət eləsin qələbəni. Yəni məktəbimizin iki şəhid milli qəhrəman Rövşən Əliyevin adını daşıyır. Rövşən də, Rasim də ikisi də Əli müəllimin ibtidai sinifində dərs aldı. Yəni o qədər onları eyni ruhda, yəni mən onları böyük, boya başa çatan bir uşaq kimi çox gözəl oynadı. Sağ olun, sağ olun. Bugün burada böyüklərimizdən Azərbaycan Milli Elmlər Akademiyası Folklor Şöbəsinin müdürü Əli Şamilov var. Əli müəllim. Belə gözəl tamaşa hazırladıqlarına görə gəncləri hamısını təbrik edirik, yeniyetmələri. Və burada qəribədir ki, valideynlər olur, gənclər oturub, bu salon balaca olsa da yeganə xarici ölkə vətəndaşı Seyfəddin Altaylıdır. Uzun müddət, 30 ildən çox Türkiyədə, TRT-də Azərbaycanı tanıdan, təbliğ eləyən Azərbaycan Dərnəyi yaradan Tanıtma Dərnəyi. Seyfəddin bəy 10 ilə yaxındır. Hazırda burada gənc nəslin tərbiyəsi ilə mütəxəssis hazırlamaqla məşğuldur. Avrasiya Universitetində dosentdir, gözəl əsərlər yaradır. Seyfəddin bəy tamaşa haqqında bu fikrini söyləsə daha yaxşı olur. Çox sağ olun. Öncəliklə şəhid ailələrini hörmətlə salamlayıram. Bura gələn dostlar, gözəl bir tamaşa izlədik. Gənclərimizin səhnələdiyi bu oyunu gördüyüm zaman Türkiyədə İstiqlal döyüşləri getdi. 1919-cu ildən 1922-ci ilə kimi 3 il Kuvayi Milliyə Təşkilatının yarandığını təmsil etdilər bu uşaqlar. Allah Quran-ı Kərimin Bəqərə surəsinin 154-cü ayəsində deyir ki, şəhidlərə ölü deməyin, onlar ölü deyildir, onlar yaşayırlar. Ancaq sizin gözünüzün qüdrəti onları görə bilməz. Şəhidlər yaşayırlar. Onlar bəlkə cismani olaraq yoxdurlar, amma ruh olaraq varlar. Və Atatürk'ün bir sözü var. Müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır. Müəllimlərin yetişdirdiyi yeni nəsilləri gördük burada. Halal olsun bunları yetişdirən müəllimlərə. Belə gözəl balaları gördükcə sabaha ümidimiz artır və artacaqdır. Gələcək bizim olacaq. Yaşayın, sağ olun balalar və sizi yetişdirən müəllimlər. Eyni zamanda təşəkkür eləmək istəyirəm bugün vaxtını ayırıb gəldiyinə görə. Tariximizə sahib çıxaq İctimai Birliyinin sədri Araz Şamilov. Çox sağ olun. Ağa Musa Nağıyev adına Milli Dəyərlərin Qorunması İctimai Birliyinin sədri Dilarə Nağıyeva bugün buradadır. Buyurun Dilarə xanım. Təşəkkür edirəm. Hamınızı təbrik edirəm. O qədər gözəl çıxış elədilər ki, o təsirdən, təəssüratdan elə mən ayrılmamışam.
Gülərə xanım məni şoka saldığı kimi, bugün də yenə şoka saldı. Mən bu ailə ilə, Manyarovlar ailəsi ilə çoxdan tanışam, dostam. Gülərə xanımın xətrini çox istəyirəm. Aydını oynayan aktora eşq olsun. Həm boyunu ölçürlər, elə bil onu götürürlər. Həm qaməti, həm tərbiyəsi, həm mədəniyyəti. Yəni Gülərə xanım mənə danışanda biz cavan vaxtından əvvəl danışır. 8 il ömür sürüldü, həyat sürüldü. Və o deyəndə ki, Aydının uca boyuna, tərbiyəsinə və mədəniyyətinə vuruldu. Mən belə təsəvvür edirəm. Bu il mən bunu canlı gördüm Gülərə xanım. Həqiqətən sizə eşq olsun ki, hürriyyətli ailə oldu, hürriyyətli ana, hürriyyətli həyat yoldaşı, hürriyyətli Azərbaycan qızı oldu. Və bu cür bu günlərin Mansur oğlumuz bir çıxdı burada. Günel qızımız buradadır, Gülərə xanım, Aydının deməli, yadigarları. Onların səhnəyə çıxmağı və aktyorlarla görüşməyi nə gözəldir. Siz nə gözəl əsər yaratmışsınız. Çox gözəl əsərdir. Qısa müddətdə bir saatın içində o boyda müharibəni siz bizə yaşatdınız. Və baxmayaraq ki, bu gün biz qələbə dəvrənilmişik, müharibə dayandırılıb, qurtarıb, daha doğrusu zəfər çalmışıq. Amma yenə o müharibənin anlarını biz yaşayanda şəhid anaları nələr çəkir, biz də onu çəkirik. Çünki hər birimiz qadınlar, Rusarı xanımı eşq olsa, Rusarı xanım gənc idi, mən onu bir 2000-ci 26 il bundan öncə gördüm, hələ onda gənc idi. Təsəvvür edin ki, o cür gənc qız, o xəstəliyini də o cəbhədə tapdı. Eşq olsun Rusarı. Mən Fatıma xanımı çox istəyirəm. Əldən aldı, çünki o mənə dəfələrlə o müharibədə olan vəziyyətləri danışırdı. Mən də elə bir ki, o müharibədə olmuşam. Amma həyif ki, əlbəttə, hər birimizdə bu nə yaxşı ki və həyif ki, qismət olmadı. Gülərə xanım mənə, Polad məni bilirsiniz də, böyük bir yük qoydu çiynimə və 2 il bundan öncə, 2 ildir mənim 2 ildən bir, 12 kitabım çıxır, mən milyonçu Ağa Musa Nağıngəl nəvəsiyəm, onun fəaliyyətinin tədqiqatçısıyam, elmlər doktoruyam. Amma mən bu cür axır vəziyyətə heç vaxt düşməmişdim. Gülərə xanım mənə böyük məsuliyyət qoydu boynuma. Aydın Manyarov'u siz yazacaqsınız və oğlu Mansurun xatirinə, Güney qızının xatirinə mən o ailəyə o qədər girmişəm, o qədər daxil olmuşam ki, o uşaq deməyə balam, gəl bura səni öpüb qucaqlayım. Bayaqdan, yox, bilirəm. Bayaqdan Aydın gəl bura. Bayaqdan o ağlayır, mən baxıram kimlə görüşdük, çox sağ olun, Aydın. Uca boylu ana qurban. Gülərə xanım, mənə də gəlir ki, səhv iş görməyib, Aydınla həyat qurur və bu günləri o Aydının həyatını yaşayır, Aydını yaşadır, Rusarı xanımları yaşadır, fəridlərimizi yaşadır. Mənə də gəlir ki, böyük işdir və mən də bu missiyanı yerinə yetirmişəm, az qalır, çox az qalır. Bir 10-15 gündə Allah qoysa kitabımızın təqdimatına, işinə görüşəcəksiniz. Mən Gülərə xanım, işçi və studentlərin, tələbələrin burada görürəm. Eşq olsun, sizə eşq olsun. Eşq olsun Gülərə xanım, Bakı Dövlət Universitetindəki onların bütün müəllim heyəti, onun ətrafında olur. Və mən kitabda onlarla söhbət aparanda, onlar mənə o qədər təəssüratlar danışırlar ki, Rusar xanım, mən həmişə yaşayıram bu həyatı. Mən 2 ildir bu həyatın içindəyim. Ona görə bu günləri ağır da olsa, amma mən zövq aldım. Zövq aldım ki, bizim balalarımız necə qəhrəmanlıq göstərirlər. Fəxr etməlisiniz, fəxr edirik. Mən bilirəm ki, hamınız fəxr edirsiniz və bütün Azərbaycan fəxr edir. Əlbəttə ki, Cənab Prezidentimizə eşq olsun ki, dəmir yumruğunu onlara göstərdi, zəfər çaldı. Zəfəriniz ifadə. Təşəkkür ederim. Var olun, mən hər birinizə təşəkkür edirəm doğrudan da. Nəcmə xanım, siz də salamlayıram, təşəkkür edirəm sizə də. Ən çox da bu gəncləri alqışlayaq. Çünki doğrudan da nə vaxt tədbirimiz olanda, dəvət edəndə, bax belə səhnələri gəlib bizim tədbirlərimizdə onlar göstərirlər bu tamaşaları. Onların müəllimlərinə təşəkkür edirəm ki, belə gənclər yetişdirirlər. Mən həmişə deyirəm, Polad ağa və onun övladları eşq olsun sizə.
Cəfəri səhnəyə dəvət etmək istəyirəm. Aydın Manerovun döyüş yoldaşı, bölük komandiri, ehtiyatda olan polkovnik Vaqif Salihov və Aydın Manerova poema həsr etmiş Qartal Zirvədə qaldı poemasının müəllifi şairə Nəcibə İlkin. Salamlayıram hər birinizi. Öncə şəhid analarının qarşısında baş əyirəm. Və nə qədər ki canımız var, nə qədər ki nəfəs alırıq, o qədər də şəhidlərimizi yada salacağıq. Şəhidlərimiz haqqında mən Mərziyə xanım dəqiq bilir. 30-a yaxın kitabın müəllifiyəm. Onun 18-i şəhid kitablarımdır. Hər yerdə demişəm, bütün televizorda deyirəm ki, mənim kitablarımın başında duran elə o şəhid kitablarıdır. Onlar mənim baş tacımdır. Necə ki, şəhidlərimiz bizim fəxrimiz, vüqarımızdır. O kitablar da bizim yaddaşımızın tacı olaraq gələcək nəsillərə böyük ərmağandır. Bilirsiniz, şəhid haqqında yazmaq çox çətindir. Elə biz özümüz də şəhid oluruq, şəhid haqqında yazırıq. Və o ruhun qarşısında gərək biz özümüzü o qədər ki doğrudaq ki, o ruh inciməsin. Və buradakı bugün səhnəyə baxdım. Polad müəllim, mən sizə çox-çox təşəkkür edirəm. Siz bizi yenidən sanki bugün cəbhədəydik. Sanki bugün şəhid ailələrlə görüşürdük. Və hər tərəfi sizin yazdığınız senari Vəsilə xanıma da təşəkkür edirəm. Çox gözəl andı. Mən bu evlatlara sonsuz təşəkkür edib, onlara bir alqış istəyirəm sizdən. Bugün onlar bir daha vətənpərvərlik məktəbini qoydular. Onların hər birisi şəhid oldu, onların hər birisi qəhrəman oldu. Onlar bu yolu artıq bildilər. Biz uşaqlarımızı belə böyütməliyik. Var olun. Mənim qəhrəmanım. Və mənim Gülarəm hanı, Gülarəni də ki, çox gözəl yaşatdınız. Var olun. Hər birinizə təşəkkür edirəm, var olun. Buyurun, sağ olun. Bugün vətənpərvərlik danışırıq, lakin vətənpərvərlik elə belə gəlmir. Bu ailədən gəlir, kiçik yaşlarından, sonra isə məktəbdən gəlir, bu yük düşür müəllimlərin üzərinə. Sonra isə universitet və yaxud bizə əhatə edən deyək ki, küçəmi, cəmiyyətmi və yaxud nə? Burada mühit onu yetişdirir. Bu günləri sizə təşəkkür edirəm. Hər bir ananın, hər bir bacının, hər bir həyat yoldaşını mən bilirəm, başa düşürəm, onlar nələr çəkib. Bitirmək belə bir asad deyil, onu hər zaman axtarırsın. Son nəfəs çəkib axtarırsın. Bundan sonra elə olmalıyıq ki, biz vətənimizi, dövlətimizi və prezidentin ətrafında sıx birləşməliyik və bir daha müharibə olmaması üçün. Sizlərə təşəkkür edirəm. Sizlərə təşəkkür edirəm. Əziyyət çəkib gəldiklərinə görə Bakı Dövlət Universitetinin müəllim heyətinə, 254 nömrəli tam orta məktəbin müəllim heyətinə, Xocalı soyqırımını Tanıdaq İctimai Birliyi İdarəetmə heyətinin üzvü Cavanşir Rzazadəyə çox sağ olun Cavanşir müəllim. Gəldiyinə görə təşəkkür edirik şair Bayram Aşıqlı və Xəzər Vəziroğlu, çox sağ olun. Yazıcı Vətən Səsi qəzetinin müxbiri Mina Rəşid, çox sağ olun gəldiniz. Şairə Raziyə Kamil qızı, çox sağ olun. Hərbi mütəxəssis, qiraətçi Cəbrail Qəmbər, çox sağ olun gəldiniz. Əziz tamaşaçılar, əfvinizə sığınaraq bir hadisəni sizə danışmaq istəyirəm ki, bizim bu tamaşamıza bugün layihəmizin iki gənc
ifaçısı və bəstəkarı əsər bəstələyiblər. Çox istərdik ki, o uşaqların çəkdiyi mənəvi, həm maddi əziyyəti bir yerdə dinləyək, əgər icazəniz varsa. Kimlerse yarım kaldı bir anda, kimlerse çevrildi torpağa yine. Min kalbe ot düştü bir kalbeden, ne istediler ki benim şehidimden? Bir iz var bir yara bu ocaklarda, min ses min feryat gördük bu seferden. Bir kara yel aldım bütün ağlı baştan, gece gizlerdir yine derdi zamanla. Artık güneş batır, güneş ay mı sönür, evler asılır ocağına. Bir kara yel aldım bütün ağlı baştan, gece gizlerdir yine derdi zamanla. Artık güneş batır, güneş ay mı sönür, evler asılır ocağına. Geçmez ki, gitmez ki benden bu yara, borçla kalmadı dilimde ruhum karlı bir ayazda. Kalk, kalk ey ana. Bu dünya fırlanırsa, saçını dert elinden, sen hasretler yağırsa. Bir dara yel aldım bütün aklı baştan, gece gizledik yine derdi zamanla. Artık güneş batır, güneş ay mı sönür, evler asılır öz ocağından. Bir kara yel aldım bütün ağlı başta, gece gizledir yine derdi zamanla. Artık güneş batır, güneş ay mı sönür, evler asılır öz ocağından. Genç bəstəkarlar Tunar Şimşək və Tünzalə Əsədova. Son olaraq da sözü vermək istəyirəm. Bizim burada bir şəhid anamız var, əyləşib. Raziyə xanımın dəvəti ilə gəlib. Sizi istəyirik səhnəyə dəvət edək. Mən də hər kəsi salamlayıram. Mən kəşfiyyatçı şəhid Əhmədov İlqarın anasıyam. 2 övlad itirmiş hanıyam. Mənim başqa övladım da yoxdur. Bugünkü dəvət üçün Raziyə xanım sizə, Rüfət bənim sizə təşəkkürümü bildirirəm ki, bugünkü səhnədə deyim, tamaşada deyim, iştirak elədiyim doğrudan da mənim üçün çox ağır oldu. Məhz buna görə də ilk öncə mən valideynlərimizə təşəkkür edirəm. Rəhmət eləsin. Yaşayan valideynlərinizə Allah can sağlığı, ruzu bərəkət versin. Sonra mən ilk dəfə bizə qələm tutan, əlimizə qələm verən, bizə hərf öyrədən müəllimlərə qarşısında baş əyirəm, onlara təşəkkür edirəm.
Mənim kimi analar, valideynlər bu dünyada olmayanda onlar yazdığı şeirlərlə, yazdığı hekayələrlə, yazdığı dram əsərlərlə onlar bizim şəhidləri əbədi yaşadırlar. Məhz bu şairələrdən hər birinə fərqi yoxdur, adını çəkməsəm də, başda Raciyə xanım olmaqla bütün yazarlara təşəkkür edirəm. Allah sizin valideyninizə doyun can versin. Allah sizin toyunuzu, xeyir işinizi, nişanınızı siz valideynlərə nəsib etsin. Sizin valideynlərinizə təşəkkür edirəm mənim əziz balalarım. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, məkanları ucadan uca olsun. Qazi və veteran balalarımıza Allahdan sağlam ömür arzulayıram. Çox sağ olun, minnətdarıq bütün bu aktyor, aktrisaların, rəssamların, ifaçıların valideynlərinə ki, zalda əyləşiblər. Dərin minnətdarlığımı bildirirəm. Tədbirimiz, tamaşamız sona çatdı. Xatirə fotosu üçün dəhlizə gəlin.